Salam, hörmətli müəllimələr. Bugün mən sizə qrupa atdığım testlərin izahını edəcəm. Keçək testlərimizə. Birinci testimiz belədir. Deyir, tərbiyyəçi müəllim lövhəyə böyük bir rəqəmini qoyur və lövhəyə uşaq şəkli yapışdırır və deyir, gəlin üzümüzdə bir dənə olan üzvümüzü tapaq. Burun, ağız, dil. Sonra uşaqlara plastilin paylayır və deyir, bir rəqəmini gəlin düzəldək. Verilən situasiyada hansı inteqrasiyadan istifadə olunub? İlk öncə baxıb görürük ki, tərbiyyəçi müəllim lövhədə bir rəqəmini qoyur və lövhəyə uşaq şəkli yapışdırır və deyirsə ki, gəlin üzümüzdə bir dənə olan üzümüzü tapaq. Təbii ki, bu rəqəmlərlə bağlıdır. Sadə riyazi əməliyyatları yerinə yetirir. Bununla bağlıdır. Sadə riyazi əməliyyatları yerinə yetirir. Bununla bağlı olduğu üçün bizim standartımız, əsas standartımız olacaq 2-3. Deməli, əsas standartımız olacaq 2-3. Daha sonrası plastilin paylayıb və bir rəqəmini düzəlmək isə burada estetikdir. Bədii yaradıcılıq qabiliyyətini nümayiş etdirmək. Bu da 3-1-dir. Deməli, inteqrasiya 2-3 ilə 3-1 arasında olub. 2-3 idraçdır, 3-1 isə estetik. Estetiklə idrak arasında. Estetiklə idrak arasında olduğuna görə inkişaf sahəsi arası inteqrasiyada aiddir üfüqi inteqrasiyanın növünə. Doğru cavab olacaq üfüqi inteqrasiya, inkişaf sahəsi arası. Növbəti suala baxaq. Deyir, tərbiyyəçi müəllim kollektiv olaraq uşaqları rəfin yanına çağırır və hər uşağa bir oyuncağın yerini deyir. Maşını rəfin ortasına qoy, ayını maşının yanına, gəlinciyi aşağıya, saatı yuxarıya qoy. Uşaqlar oyuncağı qoyarkən tərbiyyəçi müəllim hara qoyduğunu soruşur. Beləliklə onlar əşyaları qoyduqca həm orta, yuxarı, aşağı, yanında sözlərindən istifadə edirlər. Həm də onları fərqləndirirlər. Daha sonra tərbiyyəçi müəllim lövhəyə müxtəlif əşyalarla təsvir olunmuş şəkil yapışdırır. Hər uşağa bir şəklin adını deyir və soruşur. Məsələn, pişik masanın harasındadır? Stol harasındadır? Gülqabı harasındadır? Və s. Deməli, tərbiyyəçi müəllim burada nə edir? Maşını rəfin ortasına qoyur və ayını maşının yanına, gəlinci aşağı, saata yuxarıya qoy deyir. Uşaqlar da bunu nümayiş etdirirlər. Və qoyarkən bunları nə edirlər? Fərqləndirirlər. Deməli, yuxarı, aşağı, irəli, geri, yəni ümumi olaraq bu anlayışları fərqləndirirlər. Bu anlayışları fərqləndirmək idraki inkişafdır və sadə riyazi əməliyyatlara aiddir bu da. Sadə riyazi əməliyyatlara aid olduğu üçün əsas standartı olacaq 2-3. 2-3. Bu hissəyə biz baxanda isə pişik deyir masanın harasındadır, stolun harasındadır, gülqabı harasındadır. Uşaq da buna cavab verir. Yəni, dinləyib anladığı fikrə uşaq cavablarla nümayiş etdirir. Uşaq cavablarla nümayiş etdirirsə, bu da 2-2 standartına aiddir. Nitqi dinləyib anlayır, rabitəli danışır, nitq etkilərindən istifadə edir. Buna aiddir. Deməli, idrakla idrak əlaqələnir. O olacaq inkişaf sahəsi daxili inteqrasiya, inkişaf daxili. İnkişaf daxilidə üfüqi inteqrasiyanın bir növüdür. Olacaq üfüqi inteqrasiya, inkişaf sahəsi daxili inteqrasiya, idrak və idrakin əlaqəsi. Cavabımız belə olacaq. Növbəti suala baxaq. Deyir, tərbiyyəçi müəllim lövhəyə uşaq şəkli təsvir olunmuş şəkil asır. Lövhədə nə gördüklərini, onun canlı və cansız olduğunu soruşur. Tərbiyyəçi müəllim uşaqların diqqətini lövhədəki uşaq şəklinə və ətrafda təsvir olunmuş bədən üzvlərinə cəlb edir. Uşaqlar tərbiyyəçi müəllim ilə birlikdə öz bədən üzvlərini göstərir və adlandırır. Verilən situasiyada hansı inteqrasiya növündən istifadə olub və hansı inkişaf sahəsi? Aha, bura biz baxaq. Tərbiyyəçi müəllim lövhəyə uşaq şəkli təsvir olunmuş şəkil asır və lövhədə nə gördüklərini soruşur. Uşaq burada nə edir? Canlı və cansız obyektləri bir-birindən fərqləndirir. Canlı və cansız obyektləri bir-birindən fərqləndirirsə, bu ətraf aləmlə bağlı olan standartdır. Ətraf aləmlə bağlı standart olduğu üçün idraki inkişafdır. İdraki inkişafın 2-1 əsas standartı. 2-1 əsas standartı. Tərbiyəçi müəllim
lövhədəki diqqətini lövhədəki uşaq şəklinə və ətrafda təsvir olunmuş bədən üzvlərinə cəlb edir. Uşaqlara deyir ki, öz bədən üzvlərinizi göstərin və adlandırın. Öz bədən üzvlərinizi göstərmək, adlandırmaq, bu da 2-1-ə aiddir. 2-1-ə. Amma burada belə deyək, əsas standartlar eyni olsa da, alt standartlar burada fərqli olacaq. Çünki canlı və cansız obyektləri fərqləndirmək başqa bir əsas standart olmalıdır. Özü ailəsi üzvlərini adlandırmaq isə tamamilə başqa bir əsas standart. Yəni 2-1 4-dür biri, biri isə 2-1-1-dir. Canlı və cansız obyektləri fərqləndirmək 2-1-1-dir. Deməli, özünü tanımaq, adlandırmaq 2-1-4-dür. Ona görə 2-1-1-dən 2-1-4 burada inteqrasiya olunur. Yəni, eyni inkişaf sahəsidir. İnkişaf sahəsi burada dəyişmədi. Eyni zamanda uşaqlar burada tərbiyəçi müəllim uşağa deyir bədən üzvlərini göstər. Uşaq burada bədən üzvlərini göstərir. Artıq dinləyib anladığı fikrə suallarla cavab verir. Cavablar nümayiş etdirir. Dinləyib anladığı fikrə cavab nümayiş etdirir. Bu da olacaq bizim əsas standartımız 2-2. Deməli, bu da idraçdır, bu da idraçdır, bu da idraçdır. Üçü də idraç. İdraç üçü də idraç olduğu üçün inkişaf sahəsi daxili inteqrasiya, növ olaraq da üfüqi olacaq. Növbəti sonuncu sualımız. Tərbiyəçi müəllim uşaqlardan bağçaya gəlməmişdən əvvəl nə etdiklərini, daha sonra nə edəcəklərini soruşur. Tərbiyəçi müəllim bir uşağın səhər yuxudan qalxandan yatana qədər nələr etdiyi haqqında məlumat verir və suallar uşaqlardan müxtəlif cavablar alır. Sonra uşaqlardan gün çıxarkən nə etdiklərini, günün hansı vaxt olduğunu, ay çıxarkən nə etdiklərini, günün hansı vaxt olduğunu soruşur. Daha sonra tərbiyəçi müəllim uşaqlara günün vaxtlarını bilmələri üçün oyun oynadır. Gəlinciyi çarpaydan götürür, paltarını dəyişdirir, dişlərini fırçalayır və soruşur. Sizcə günün hansı vaxtıdır? Gəlinciyi yemək masasını əyləşdirir və soruşur. Günün hansı vaxtıdır? Gəlinciyi çarpaya qoyur və soruşur. Günün hansı vaxtıdır? Və s. Hansı inteqrasiyadan istifadə olunub və hansı inkişaf sahəsi əlaqələndirilib? Təbii ki, burada tərbiyəçi müəllim uşaqları bağçaya gəlməmişdən əvvəl nə etdiklərini, daha sonra nə edəcəklərini soruşur. Tərbiyəçi müəllim bir uşağın səhər yuxudan qalxandan yatana qədər nələr etdiyi haqqında məlumat verir və suallarla uşaqlardan müxtəlif cavablar alır. Təbii ki, bu hansı inteqrasiyaya aid olacaq? Ümumi olaraq bu olacaq zaman anlayışı. Zaman anlayışı olduğuna görə də gündəlik rast gəldiyi hadisələr barədə məlumat verir. Burada, məsələn, gündəlik bu gün nə edibsə, bu haqda məlumat vermək. Bu olacaq 2-1 standartı. Zaman anlayışı. Gündəlik rast gəldiyi tanış obyektlər və hadisələr haqqında məlumat almaq üçün suallara cavab verir. 2-1-dir. Daha sonra isə deməli burada gigiyena qaydaları var. Deməli gəlinciyin dişini fırçalamaq və s. Bu da sadə gigiyena qaydalarına əməl etməyə aiddir. 1-2-yə aiddir. Və eyni zamanda burada masa arxasında əyləşdirmək var. Ona görə cavab olacaq 1-2. Bu da 1-2-yə aiddir. Daha sonra isə uşaq burada gəlinci ilə oynayır. Fərqli qaydada gəlinci ilə oynamaq isə ümumi olaraq əmək bacarıqlarını nümayiş etdirməkdir. Bu da olacaq 3-2-1. Deməli, 3 dənə inteqrasiya növü var. 2, idrac. Bu nə ilə bağlıdır? Çünki məlumat verir. Bununla bağlıdır. 1-2, deməli, fırçalamaq, sadə gigiyena, masa arxası, gigiyena qaydaları ilə bağlıdır. 1-2, fiziki inkişafdır.
Gəlinci ilə oynamaq isə 3-2-1 standartıdır. Yəni cavab olacaq 2-1, 1-2, 3-2-1, 3 dənə. Cavabımız olacaq hansı inteqrasiyadan istifadə olub? Təbii ki, inkişaf sahəsi arası idraki inkişaf, fiziki inkişaf və estetik inkişaf əlaqələnib. Cavab olacaq inkişaf sahəsi arası üfüqi inteqrasiya, idraki inkişaf sahəsi, fiziki inkişaf və estetik inkişafın əlaqələnməsi. Cavabımız bu formada olacaq. Bu qədər. Sizcə videonu saxlayıb aşağıda öz cavablarınızı verə bilərsiniz. Eyni zamanda kanala abunə olub paylaşmağı unutmayın. Bir də qeyd edim ki, 50 nəfərlik bizim qruplarımıza qeydiyyat davam edir. Bayrama özel olaraq hələ ki 30 nəfər heyət var. Kim qoşulmaq istəsə 070 874 32 38 nömrəsi əlaqə saxlaya bilər. Bura nələr daxildir? Dərsin PDF-ləri, eyni zamanda testlərimiz, eyni zamanda həftədə 2 dəfə dərs izahı, həftədə 1 dəfə sual-cavab və test. Bütün video izahlar sizə göndəriləcək. Ümumi olaraq qiymət isə 10 manatdır. Sadəcə olaraq əsas dərsimizdən fərqli olaraq əsas dərsdə fərdi sual-cavab olunur. Burada isə fərdi şəkildə sual-cavab olunmayacaq. Qrup ümumi şəkildə sual-cavab ediləcək. Siz də qoşulmaq istəyirsinizsə 070 874 32 38 nömrəsi ilə əlaqə saxlayın. Sağ olun.